Bu şovinizmdir. Bu isə narsizm. Bəs bunların fərqi nədir? Şovinizm başqa xalqları və millətləri alçaltmağa, onlara qarşı düşmənçilik və nifrət aşılamağa əsaslanan ifrat təcavüzkar milliyyətçilik formasıdır. Narsizm isə fərdin özünə həddindən artıq heyranlığı və özünü başqalarından üstün tutması ilə xarakterizə olunan psixoloji davranış xüsusiyyətidir. Bu fobiyadır. Bu isə paranoya. Bəs bunların fərqi nədir? Fobiya müəyyən bir obyektə, vəziyyətə və ya fəaliyyətə qarşı yaranan şiddətli, irrasional və idarə olunmaz qorxu hissidir. Paranoya isə başqalarının zərər vermə, aldatma və ya haqsızlıq etmə niyyətində olduğuna dair davamlı, məntiqsiz, əsassız şübhə və qorxu vəziyyətidir. Bu empatiyadır. Bu isə simpatiya. Bəs bunların fərqi nədir? Empatiya, insanın şüurlu şəkildə başqa birinin düşüncələrini, hisslərini və vəziyyətini onun baxış bucağından anlama bacarığıdır. Simpatiya isə kiməsə və ya nəyəsə qarşı yaranan dərin rəğbət, bəyənmə və müsbət emosional meyil hissidir.